Şikayət videonuzdan sonra sizin məsələ nə yerdə qaldı? Məsələniz həll ola bildimi? O sözlər, o fikirlər mənə yad bir şeydir. Ona görə də mən dünyanın bir nömrəsiyəm. Bəs sizin düşüncəniz nədir? Oğlan uşağı necə böyüməlidir? Bəlkə kiməsə gülməli gəlir, amma manikürü da, pediküra da gedirəm. Necə bu yerə kimi UFC-də çıxış etməmisiniz? Sizi yaxın aylarda, bu ildə olsa sizi sevindirəcəm inşallah. Bizim Azərbaycanlılardan kim dünya çempionu olarsa böyüklər arasında. Özüm ona 10.000 manat, şəxsən özüm ona mükafat verəcəm. Baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola, Linux Forte, Halal Nemət Min Bərəkət, Rossmann Azərbaycan, Bay Hollywood. Deyirəm, gülüş elə bir dildir ki, onu tərcüməsiz hamı başa düşür. Elə həmin dildə danışmağa gəlmişik bugün. Gülmək problemləri həll eləmir, amma ona baxış bucağını dəyişir. Və ona görə bugün biz problemləri böyütmürük, amma gülüşümüzü böyüdürük və zarafatları da böyüdürük. Əziz Xəzər TV və Zarafat bir yananın tamaşaçıları, bugün bazar günü saat 20:00-dır. Bu da deməkdir ki, ziyafətimiz hazırdır. Xanımlar və cənablar, Unibankın baş sponsorluğu ilə Zarafat bir Bir yana yana başladı. başladı! Bugünkü qonağımız elə bir idmançıdır ki, onun qazandığı titulları sadalasan, təqdimat çox uzanacaq. Onu dünyada karatenin Maradonası adlandırırlar və qara brilyant da deyirlər. Tatamidə qazandığı möhtəşəm qələbələrlə Azərbaycan idmanının simvollarından birinə çevrilən 5 qat dünya çempionu, 11 qat Avropa çempionu, Tokyo Olimpiyadasının gümüş mükafatçısı, karate tarixinin ən böyük adlarından biri, hətta deyərdim ki, birincisi, Rafael Ağayev gəlir. Rafa, xoş gəlmişsən. Sağ olun, çox sağ ol, Allah razı olsun. Səni görəndə üzümüz gülür, niyə? Nəyə gülürsən Əlxan? Qorxudandır. Əlxan qorxudan gülür. Yox, narahat olma, Rafa sənə əl qaldırmaz. Kimi döyüb gəlmisiniz bura? Yəni döyməmişəm. Sonuncu dəfə. Sonuncu dəfə çox, neçə illər bundan qabaq döymüş. Doğrudan. Hə, o da ringdə olub da, yəni belə döyüşdə olub. Əl qaşınır arada, hə? Yox, məndə ayaq qaşınır. Ayaq qaşınır. Rafael, bizim də ringin öz qayda qanunu var. Bugün bu ziyafətdə gözəl insanlar, xanımlar və cənablar sənə suallar verəcək. Sən o suallara cavab verəcəksən. Verilişin sonunda sənin səmimiyyət faizi ölçəcəklər. Rafael səmimidirsə göy işarələri qaldıracaqlar, qeyri-səmimi isə qırmızı işarələri. Qırmızı işarələr çox olsa, Rafael əlini atır cibinə. Və hansısa sual xoşuna gəlməsə, döyə bilərsən. Yəni cavab verməyə bilərəm. Hə, verməyə bilərsən, amma masanın hesabını bağlamalısan. Problemdir. Mən eləyərəm, qardaş. Bəli, baba. Və ona güvənib deyirəm. Hə, narahat olma da, yəni mən buradayamsa, bizim baş sponsorumuz Unibankın kartı məndədir. Özüm nə ödənişlər var, özüm həll edəcəm hamısını, narahat olma. İnşallah, inşallah. Bir də dostlarla oturanda hesab ödəyirsən də sən, düzdürmürəm? Şübhəm var və Yox, sual verirəm. Bir də eləyirsən də. eləyirdim, indi eləmirəm. Amma eləmirsən də. Əlxan eşidirsən də. Dostlarla oturanda arada əlvi cibvə at. Xanım, xoş gəlmisiniz. Buyurun. Salam, hər vaxtınız xeyir. Tamam. Mənim Rəfail bəyə sualım var. Rəfail bəy, hesab edirəm ki, sizin kimi Azərbaycan idmanının simalarından olan, ölkəmizə illərlə uğurlar qazandıran idmançı diqqət və qayğıdan kənarda qalmamalıdır. Bir müddət əvvəl siz şikayət videosu çəkmişdiniz və orada bir çox məsələlərlə bağlı narazıçılığınızı bildirirdi. Bir çoxları kimi mənə də maraqlıdır ki, şikayət videonuzdan sonra sizin məsələ nə yerdə qaldı? Məsələniz həll ola bildimi? Suala görə çox sağ olun. Geniş şəkildə cavab verəcəm. Mənə əlaqə saxlamaq dəqiqəsi 7 qəpik idi. Hamı əlaqə saxlaya bilər. Qaldı ki, narahatçılıq federasiyadan. Federasiyadan narahatçılıq deyəndə mən həmişə danışanda bu ayağımla bağlı danışmışdım.
əməliyyat eləyirəm. Onunla bağlı danışmışdım ki, nəsə çatmır belə elə. Ondan sonra tanıdığım və tanımadığım insanlar mənim fikrimi biraz yanlış başa düşmüşdülər. Amma sağ olsunlar ki, yenə də mənimlə əlaqə saxlayıb, tanımadığım insanlar dedi ki, qardaş köməkləşək sənin ayağına iynə vuraq. Mənim atam həkimdir, gəlginən sənə yəni ki, heç bir Dəstək olaq da. dəstək olaq, kömək olaq, bir qardaş kimi, bir fəxrimiz kimi, Azərbaycanın fəxri kimi. Amma mən elə bu efir vasitəsilə demək istəyirəm ki, mənim narahatçılığım mənə maaş vermirlər deyə deyil. Cavan Azərbaycan övladları var ki, bu dəqiqə Van Damdan danışırıq, Brüsseldən danışırıq, hal-hazırda Rafael Ağayevdən danışırıq. Biz Rafael Ağayev Azərbaycanda olmasa da, amma onun və məndən qabaqçı Şotakan üzrə dünya çempionu olan müəllimlərin yolunu getməyə idman baxımından. Getmək üçün sistem düz olmalıdır. Rafael Ağayev var, bunu limon kimi sıxıb illər, sonra buraxandan sonra karatedə heç kim qalmır. Mənim narahatçılığım ondandır ki, biz düzgün sistem qurmalıyıq. Əl-ələ verib və biz yer davası yox, Azərbaycan sözü varsa, bayrağı, himni, vətənimizi bütün dünyaya səsləndirməliyik. Mənim narahatçılığım bundan idi. Şükürlər Allaha, hər şey məndə qaydasındadır. Mən buradan da efir vasitəsilə deyirəm ki, VKF-dən, yəni World Karate Federation-dən kim dünya çempionu böyüklər arasında olarsa, İrinanı çıxıram. İrina çünki Azərbaycan vətəndaşıdır, amma ki, Ukraynalı qızdır. Bizim Azərbaycanlılardan kim dünya çempionu olarsa böyüklər arasında. Özüm ona 10.000 manat şəxsən özüm ona mükafat verəcəm. Yəni mənim bugünkü gün pula ehtiyacım yoxdur. Mənim Azərbaycanın himnin dünyada səsləndirməyə ehtiyacım var. Bu qədər. Bəli. Təşəkkür edirəm. Rafael, mən bilirəm ki, xarici səfərlərin çox olur. Bəli, Yarışlarla bağlı, həm də dincəlirsən, falan, qonaq gedirsən. Mənə maraqlıdır, necə uçursan? Business class yoxsa ekonom? Ya hər ikisi olur, necə olur, mənə dinlə. Ümumiyyətlə uçuşlarımın 90%-i hamısı yarışla və seminarla əlaqədar olur. Desəm inanmayacaqsınız, ömrümdə bir dəfə ailəvi parasiklet dincəlmişik. Vaxt yoxdur, ona görə. Əlbəttə ki, ekonomda uçuram. Hamı getdiyi kimi, hamı deyəndə ki, 90% getdiyi kimi ekonomda. Ancaq məsəl üçün biznesdə uçduğum anlar da olur. O məsələn kombat karatedə məsələn menecerim danışmışdı ki, 6 saatdan 7 saatdan çox yol gedirəmsə, biletlərin hamısı biznes olmalıdır. Çünki məsələn Amerikaya döyüşüm olanda biz bir həftə qabaq gedirik və 3 dənə samolyot dəyişmişdik və gözləməklə, uçuşla bir yerdə 31 saat yol getmişdim və bilirsiniz ki, bir gün nə qədər vaxt eləyir, bu özü bütün yorğunçuluq verir. Ona görə danışanda həmişə əgər seminarlarımda və yaxud uzaq səfərlərimdə həmişə danışıram və bir məqsədi yönlü, yəni ki, biznesdə uçuram. Amma qalan uçuşlarımın çoxu demək olar ki, 90% hamısı ekonomla. Bütün səyahətini rəngarəng eləyən, komfortda eləyən, yəni sənə lazım olan bir şeyi təqdim eləmək istəyərdik sənə. Bu mənə lazımdır, əgər doğrudan da deyirsinizsə. Bəli, tez-tez səyahət eləyən insanlar üçün Samolyot verəsiniz. bizim baş sponsorumuz olan Unibankdan Rafaelə hədiyyələr var. Gəlsin zəhmət. Gətir. Sağ ol, payınız çox olsun. Rafael, burada premium kartdır. Bu kartlar sənə nə verəcək? Dünyanın 135-dən çox hava limanında, lounge zonalarında rahatlıqla istirahət eləyəcəksən, fast track xidmətindən yararlanıb heç bir növbə gözləməyəcəksən, VIP avtomobil səni evdən götürüb hava limanına kimi yola salacaq. Üstəlik, bütün bu üstünlüklərdən yararlanmaq üçün heç bir minimal aylıq dövriyyə tələbi yoxdur. 7/24 konsiyerj xidməti sənin qulluğundadır. Nə sualın oldu WhatsApp-la və yaxud Telegram vasitəsilə, botla bütün suallarınızı verirsiniz, o da sizə cavablandırır. Təşəkkürlər Unibank. Öncəliklə salamlayıram. Aleyküm Rafael müəllim, siz də xoş gəlmisiniz. Çox sağ ol. Mən özüm də Çin döyüş növü olan Wing Chun sistemi ilə məşğulam. Nə ilə? Wing Chun. Kung Fu'nun Wing Chun sistemi ilə məşğulam. Özüm adca 8 ilə yaxındır. 2023-də Hong Kongda keçirilən 11-ci dünya çempionatında ikinci yeri tutmuşam. Maşallah. İnşallah üzümüzə gələn ayında 14-ü Respublika çempionatına çıxacam. Siz karatenin bir çox növündə uğur qazanmışsınız. Siz Cül sayılı Narahat olma. həyəcanlaşdı. Mən səni elədim, mən həyəcanlandırdım. Narahat olma. Bir dənə qardaş, gir içəridə yaxalan soyuq suda. Bir dənə. Elçin alt tutuşu. Mən qardaşım deyir. Getdi də oradan çinməyə. Sən bir sənə pis. Hə.
O doğrudan getdi. Su. Hə, getdi. Mikrofon ver oradan buradan. danışsın. O vallahi doğrudan pis oldu. Gəldi. Alqışlayaq, gəldi. Təşəkkür edirəm. Qucaqla Nicat. Qucaqla. Şampun Mənə alır. çıxıb hamamdan. Şampunlu qalıb başı. Qoy başı da Kişi Nicat. baxımın var sən, məhsullar var. Bizdə Rossmann var. Xahiş edəcəyik sənə kişi baxım məhsulları versin. Hamamdan sonra kremdir, nə bilim, parfumdur, duxuda onlardan istifadə elə. Oldu? Şampun deyəm, bir dənə belə eləyim. Buyur. Xahiş eləm o hədiyyəsini ayırın oradan. Sualı verə bilərəm. Buyur əzizim. Rafael müəllim, siz KTM bir çox növündə uğurlar əldə etmisiniz. Güləş bacarığınız, hətta sərbəst ayaq döyüş bacarığınız da var. KT-nin kombat növündə də iştirak eləmisiniz, dəfələrlə qələbə əldə etmisiniz. Bəs necə bu yerə kimi UFC-də çıxış etməmisiniz və digər qaydası döyüş? Maraqlı sualdır, mənim özümə də 2 saatdır maraqlıdır. bunu verə bilmirdi. Deməli, Nicat müəllim güldü. Təşəkkür edirəm. Güldürmə la. Deməli düzdür, karatenin çox növündən, bəzi növlərindən dünya Avropa çempionu olmuşam. Amma mən onları heç vaxt verilişlərdə heç vaxt demirəm. Çünki internetdə Rafael Ağayev yazanda 11 qat dünya, artıq 5 qat yox, 6 qat dünya çempionu olur. Çünki mən kombat Eşq olsun. Bunu mən deməliyəm ki, qoy bilməyənlər də bilsin. Sonuncu dəfə kombat karatedə iştirakdan əlavə 5 döyüşüm və 5 qələbəm var və artıq orada da dünya çempionu sayılıram və sözün gəlişində illər uzundur ki, mən tatamidən qıraqdayam və bu ilin sentyabrın 26-sında ola bilsin ki, Bakıda keçiriləcək kombat karate yarışında döyüşəcəm və yeni əməliyyatdan çıxmışam və bütün fikirlərim ona yönəlib və çalışacağam ki, nəinki sizi, bütün xalqımı sevindirim. Gəldikdə sizin sualınıza niyə görə UFC-də iştirak eləmirəm? Dillə deyilən, ağızdan çıxan söz həmişə asan olur. Güləşim mənim bir o qədər yoxdur. Yəni mən heç vaxt güləşlə məşğul olmamışam. Karateyə baxanda karateistlərin içində ən yaxşı güləşçi ola bilərəm. Amma gəldikdə UFC-yə hər bir sənət başqa, sənətkar başqa şeydir. Sözsüz ki, üzərimdə çalışsam, düzdür, yaş bir idmana baxanda çoxdur yaş, 41 yaşım var. Amma yenə də öz üzərimdə işləsəm, düşünürəm ki, UFC-də də özümə uyğun rəqib olsa bir döyüş keçirib karyeramı bitirərəm. İndi bu dəqiqə bütün fikirlərim və arzularım odur. Amma ki, keçməməmin səbəbi var ki, öz idmanımda tanınmışam. Düşünürəm ki, gələcəkdə ola bilsin ki, bir dənə döyüş keçirərəm. Yəni, yalancı çıxmaq istəmirəm. Keçirsəm də sağ olacağam, keçirməsəm də sağ olacağam. Sizdən ancaq dualarınızı istəyirəm ki, dualarınız olsun. İnşallah, niyə də yox. İnşallah. Yəni, Rafael, doğrudan deyirsən, döyüşərsən yenə də. Bax, deyirsən, 41 yaşım var, yaşım keçib Yox, falan. deyir ki, 41 yaşım var, yaşım keçib. 36 yaşında olimpiyadada hoqqa verirdi. Yox, yaşım keçib deyəndə ki, Canavar. idmana baxanda UFC-yə keçmək 41 yaşından sonra biraz nerealni görsənir. Amma yenə də həmişə olduğu kimi deyirəm ki, əgər insan nəyisə həyatda istəyirsə, ona nail olur. Düzdür, bizim idmançılar və dünya idmançıları var ki, qardaşımızın sözünə qüvvət verirəm ki, 30 yaşında idmanı bitirirlər, deyirlər ki, biz qozayıq. 36 yaşında mən olimpiyada 3 ay qalmış əməliyyat eləyib, hətta anamı, dayımı itirib və tatamiyə qayıdıb və olimpiya ikincisi olmuşam. Mən bunu bacarıramsa, həyatda hər bir şeyə idman sayəsində nail ola bilərəm. Tək ki, mən istəyim və istəyirəm və sizi yaxın aylarda, bu ildə olsa sizi sevindirəcəm inşallah. İnşallah. İnşallah sizə uğurlar arzu Sağ ol. edirəm növbəti Sağ ol yarışlarda. qardaşım, sağ ol. Və bir söz demək istəyirdim ki, De abi. mən özüm də şərq döyüş növlərindən məşğulam, yəni eyni sahədəyik. Bizdə fəlsəfədə mümkünsüz heç nə yoxdur. Yəni insansın, Eyni mümkünsüz heç sahədə nə yaba bir yoxdur. dənə, hə, sonra? Yəni inanırsınızsa, yəni bacararsınız və növbəti döyüşdə də bir daha uğurlar arzu Çox Sağ edirəm. ol, sağ ol. əzizim, var ol. Sağ ol, var ol. Səninlə zarafatlaşdıq. Yəqin ki, incimərsən də, başa düşürəm. Döymərsən verilişdən Öpürəm sonra. səni. Get kisə davam eləsin, kisəliyir qardaşım. Buyur xanım, Salam, xoş xoş gəlmisiniz. gəlmisiniz. Xoş sağ Bizə olun. gələk. Sizə bir sualım olacaq. Bu yaxınlarda azyaşlı uşaqların kütləvi davalarının görüntüləri yayılmışdı. Hətta müğənni Nura Suri buna reaksiya olaraq oğlan uşağı dava-dalaşla böyüməlidir, matuşka kimi yox deyə fikir bildirmişdi. Bəs sizin düşüncəniz nədir? Oğlan uşağı necə böyüməlidir? Suala görə təşəkkürlər. Mən həyatda hər bir kəsin heç vaxt qalmaqala qaçan insan deyiləm. Həyatda heç bir kəsin fikrinə pis baxmıram, amma hamısına dinləyə bilərəm və normal qəbul edərəm. Bizim müğənnimiz elə bir söz deyibsə, onun öz şəxsi fikridir. Mən onu buradan salamlayıram. Mənə qalanda, yəni mən
etik bir söz demək istəmirəm, amma mən indiki, yəni ki, uşaqlarla biz, yəni ki, yəni bizim nəsil, dövrümüzdə, bəli, bizim ayrıdır, nəsildə və fərqlidir. bizdən lap keçmişdə tam başqa cür, yəni böyüməyi var idi. O vaxt telefonlar yox idi, belə idi, elə idi. Mən deyərdim ki, oğlan uşağı elə oğlan kimi inkişaf eləməlidir, böyüyüb kişi olmalı. Bu qədər. Bəli. Çox sağ olun. Super. Sağ olun. Rafael, mənim və Nicatın saçı yoxdur. Biz keçəli. Biz bu rəsmi açıqlamanı eləyirik ki, Nicatla biz keçəli. Əslində bizim başımızda tük yoxdur, amma Nicata baxanda mənim saqqalım var. Rafaellə artıq oxşar cəhətlərimiz yaranmağa başlayır. Saqqal, tüklü. Hə, eyni sahədə sizdə bilirəm. mən. Eyni saqqal sahəsində. Qardaş Saqqallar kimi. Hə, Eyni hə, sahədə. qardaş kimi, hə. İdman elə bir şeydir ki, sən tez-tez tatamidə olursan və qardaş necə duş aldı. Biz tez-tez duş alırıq. Yəni biz dediyimiz, mən idmançılar sahəsində biraz özümü soxdum. Siz tez-tez duş alırsınız və şəxsi baxım olmalıdır orada. Gellər, saç, tembolində saç da var, bizdə yoxdur. Mən onu 10 il qabaq itirmişəm o hissi. Bir fikir də var ki, deyir kişi nədir, özünə baxım nədir? Kişi bir şey olmalıdır da. Sən nə düşünürsən yəni bu fikirlə bağlı? Düşünürəm ki, elə bir şey düz deyil. Həm xanım, həm kişi özünə yetərin qədər və cibinə qədər, yəni ki, ayağı yorğanına qədər özünə baxmalıdır. Geyim, keçim, üzr istəyirəm, yəni ucuz ola bilər, amma təmiz olmalıdır. İstəyir kişidə, istəyir qadında. Sözsüz ki, kişilərə baxanda qadınların loru desək, raskodu kişilərdən daha çoxdur. Dırnağı var, saçı var, qaşı var. İndi üzr istəyirəm hər bir şeydə, yəni bu günün bugünkü günündə, amma gəldikdə özümüzdən danışaq. Çünki qadınlar özü bilir ki, nəyi necə xərcləmək lazımdır. Biz kişilər, mən özümlə deyirəm ki, məsələn, istəyir şampunu var, bunun necə deyərlər, yəni mən də yəni gedəndə saç baxım eləyirəm, saçımı kəsdirirəm, düzdür ki, gec kəsdirirəm. İndi bəlkə kiməsə gülməli gəlir, amma siz o tərəfdən baxmayın da, mən yeri gələndə ayaqlarımın dırnağına da gedirəm. Çünki həm səliqəyə görə, əgər mən Gigiyena lazımdır da, yəni imkan kişiyə- varsa mən gedirəm, manikürü də, pediküra da gedirəm. Mən düşünürəm ki, kişi bunu eləyəndə normaldır. Yəni mən belə fikirləşirəm. Amma kimsə, yəni köhnə fikirli insanlar var ki, kişi nədir, təmizlik nədir və kişi təmiz olmayıb, qadın təmiz olmayıb, kim təmiz olmalıdır? Biz özümüz nə kişi, nə qadın, bir insan deyirəm, bir şəxs özü-özünə təmizliyinə, yəni ki, Mütləq mən fikir bilirəm ki, verməlidir. mütləq şəkildə 100% yox, 200%lıq özünə baxmalıdır. Çünki bunu cəmaata görə yox, insan özü-özünə görə birinci Şəxsi gigiyenasına görə. ona görə təmizliyinə görə təmiz olmalıdır. Bayaq düzgün fikir formalaşdırdın ki, deyirsən ki, geyim və əşyalar ucuz ola bilər, amma təmiz və səliqəli olmalı şərtdir. bəli. Ki, o bəsit bir şeylərdir. Bəli. Bəs yaxşı, şəxsi gigiyenadan danışdıq. Sən Rossmann Azərbaycanda olmusan mağazalarda. Yox, olmamışam. Amma mən belə baxıram ki, bugün Yaxın günlərdə olacam, hə? yaxın günlərdə olacaqsan. Çünki bizim xüsusi sponsorumuz Rossmann Azərbaycandır və biz istəyərdik ki, sənə hədiyyələrimizi Bəli, kişi Gətirin, baxım gətirin. məhsullarıdır Rossmann Azərbaycandan. Bütün məhsullar var burada. Burada parfumlar var, hamısı da. Qəşəng. birini Qəşəng. ver bizə, Orijinaldır. birini ver mənə. Yəni Buraya içində Yox, yəni hədiyyə versən bir dəqiqə. Yox, Birini bir- vermə, birini şey nədir? Şey məndədir də bu. Yox. Qəşəngdir. Sağ olun, var olun. Bəli. Hamısından istifadə edəcəm. İçinə baxmaq istəyirdi Rafael əmi. Qardaşım, verilən hədiyyənin qiyməti olmuş. Göstərmə, göstərmə. Baxdı var, Baxıb amma götürdü. qaytaracam, hə? 100%. Bax burada parfumlar var. Hamısı orijinaldır. Burada QR kodlar da var. Oradan girib QR koda yəni o təsdiqi görə bilərsiniz ki, Mondel krem. doğrudan orijinal Əla, parfumlardır. əla. Oğrama ya, bax ona bax diqqətlə. Qida məhsulları da var. Bu da chia. Yemisən chiadan. Beş- Eşitməmişəm. Çox istifadə edir. Rafael yeyir, sən bilirsən. Bundan çox istifadə edir. Bax mən bütün günü bundan yeyirəm. Doğrudan bax bu Rossmanda olan biodan. Yəni Rossmanda elə məhsullar var ki, onu çox adam bəlkə də bilmir. Yəni yalnız baxım məhsulları deyil. Orada qida var, uşaqlar üçün məhsullar var, yəni çoxdur. Sağlamlıq üçün də var. Təşəkkürlər Rossman. Təşəkkürlər. Çox sağ olun, var olun. Bizim rubrikamız var. İlk dəfədir. Biz istəyərdik ki, sürət və refleksləri yoxlamaq üçün qəribə cihaz var, adını da bilmirəm nədir. O gələcək bura və biz sürəti yoxlayacağıq. Adama bir dənə cəhd düşür. Bir dənə də test onu eləyək. Gətirin bura. Bu nədir? Külək əsəndə səs çıxardır. Ağzınla götürür adam onu. Ağzınla götürür. Belə bir şeydir. Bax, qorğudur. Düşəcək nəsə gərək tutasan.
Hə. Salçın. Keçdim. Batırdım. Abi sən Batırdım. əlini düz tutmursan ürək. Batırdım. Yox. Yo, əsas bilirəm də hansıdır, hardan Heç düşür. birini Onu görə tutamıyorum. bilirəm. Qardaşım sən batırmadın. Ne sən buramı tutdun Bir dənə maşallah. məni yoxlayaq, xahiş edirəm, dayan. 1. Çətindir. İçini tutdum. Belə. Oyda. Yox. Yox, indi bir dənə məsələ var. Burada Rafael- surətdir, yoxsa... Yo, Rafael deyir ki, biz düzgün tut. Ola bilər mən heç birini tuta bilməyəcəm. Ayaq yeri qoymuram amma ondan çətin şeylər var. Valla o rahat. Ha, yəni Onda zəhmət olmasa. Yox, Rafael Mənim elə gülür ki... danışmağım var, mənim orada nə işim var? Orada. Rafael... Ha, yox, Rafael. Vay. Almışdı ya. Abi gözlə. Məncə burada surət yox. Yox, burada Çox diqqətli reaksiyadır. Bəli. Hə. 3, 2, 1, go. Əlixan, Alınmadı, hə? Apardılar. niyə apardıq? Əlixan da eləmək istəyirdi. Gələn səfər eləyər də, böyüyəndə eləyər. Gəl yaxşı, Elxan, gəl. yaxşı. Qoymadılar Böyüyəndə eləyə. Amma, Gəl, gəl. Yazıqdır. Uşaqlar, Əlixan bir uşaq-uşaq söhbətləri eləyir, bir gülməli söhbətləri eləyir. Deyir ki, mən şəxsən onları gözüm yumulu tutacam. Gözü yumulu. Mən indi spora girir. Məndə açıqı var orada görsənmir. Açıqı var taxırsan görsənmir, ona tutsun. Doğrudan sən. belə tuta bilərəm. Elə belə, yox, elə eləmə də. Gəl belə eləyək, bir dənə belə. Fırlana, Başı fırlana qaldı tut. yuxarı. Başı qaldı yuxarı. Gözləvi yum. Amma daşsan tablo ilə Məsələn, sən bu qurbanlıqdır bu. Uşaqlar, Əlixan mənimlə spora girdi. İkisini tutsa, ən azı ikisini, mən ona 100 Əlxan manat... qabağa dur, amma baxma da. Yox, baxmıram. Qabağa dur, bir attım. Bir, Bir attım qabağa. Ay qaqa. iki başlayırıq. Ya, hələ. Qardaş, Hə. bir attım, axırıncı möhkəm. 1, 2, 3. O bursadır. 2. Əlləri qabağa tut. Getdi. Əlləri. Go. Oy maşallah. Hayda. Qəşəng qaqa, qəşəng. Aa, birini tuttun, halaldır. Qəşən Əlixan. Halaldır. Sən bu kim mənsə uzaqlaşır, sən neylisən? Tut da. Əlixan, hamısını tuttun. Halaldır sənə. Deməli, veriliş başlamamızdan əvvəl Rafael mənə dedi ki, Nicat xahiş edirəm, sizin verilişdə buz kola var, görmüşəm stolda həmişə olur. O buz koladan mənim qabağıma çox qoyun, mən onu tez-tez içim. Ay sağ ol. Hə, bəli, mən istəyirəm ki, bizim xüsusi sponsorumuz olan Buz Kola buradadır, milli kolamız buradadır, Azərbaycan kolası. Naxçıvan dağlarının suyundan hazırlanır. Bəli, özüm şəxsən hər gün ondan içirəm. Buz Kola gəlsin, xahiş edirəm alqışlarla. Aşk ve his edadı Serinlik gelir her nefeste Buz gibi dadı Her kurtumda yeni hayatı Seç bu anı Serinleştir her zamanı Çox dadlıdır, hər şey yerində, şəkəri, qazı, super. Əlbəttə ki, soyuq halda için, bəli. Xoş gəlmişsiniz. Çox sağ olun. Rafael bəy salamlayıram. Və ona bir sual vermək istəyirəm. Rafael bəy, sizin karateyə uyğun olmayan boynunuz var. Ayaqlarınız və qollarınız digər karateçilərə nisbətən biraz qısadır. Siz karateyə demək olar ki, 1-0 geridə başlamısınız. Necə olur ki, dünyada bu qədər əli, qolu uzun olan karateçilərin içində məhz qara brilyant siz oldunuz? Hə, maraqlı sual. Yəni oradan karateçilər var ki, boyları hündür, qolları daha uzun. Mən sizi salamlayıram. Suala görə çox sağ olun. Suala qısa cavab verərdim ki, hər boyu, hər əli, ayağı uzun olan dünya çempionu deyil. Mənim boyum balaca olsa da, yəni həm həyatda, həm idmanda ürəyim çox genişdir və mən elə bir insanam ki, həyatda nəyisə nail olmaq istəyirəmsə,
ona mütləq nail olacağam. Mən deməzdim ki, siz tərəfdən baxanda, yəni ki, siz deyərsən İminnovoy sizi demirəm. Yəni idmandan uzaq olan insanlar o tərəfdən baxanda sözsüz ki, 1-0 geridə başlamağımı düşünür. Amma mən elə düşünmürəm. Əgər mən bu boyla, bu necə deyirlər, əlim ayağım balaca olurla özümə güvənirəmsə, bu mənim üçün deməzdim 1-0-da geridəyəm. Əgər o sizin dediyiniz fikir mənim beynimdə olsaydı, mən heç vaxt dünya çempionu ola bilməzdim. Mən belə deyərdim. Suala görə çox sağ olun. Əslində xanım pis fikirlə demədi, əksinə. Yox, yəni əksinə mən də pis fikirlə demədim. Yəni bir idmançı xanım əgər fikirləşirsə, bax siz fikirləşirsiniz ki, mənim boyum balacadır və əlim, ayağım balacadır. Mən 1-0 geridə fikirləşirəm. O fikirlə mən bu idmana yanaşsaydım, mən dünya çempionu ola bilməzdim. Yəni o fikirlər sizin fikrinizə hörmətlə yanaşıram, amma o fikirlər sizin fikriniz yox. O sözlər, o fikirlər mənə yad bir şeydir. Ona görə də mən dünyanın bir nömrəsiyəm. Yəni dünyanın bir nömrəsi olmaq üçün nə əlin uzun olmalıdır, nə boyun. Mən də boyum elə çox uzun deyil, amma mən də idmanla məşğul oluram. Doğrudan hansı növlə? Fitnessdən. Sizə işlərinizdə uğurlar. Gözəl bir söz var. Boyum olsa da 1.50, davamın kim bilir? Səni qaldıraram 1.50. Beşnə. Yaxşı söhbət. Eşitməmişdim bunu. Bir də Əlxana bir alqışlar gəlsin. Ayda. Əlxan, bunu harda öyrənmisən? Bunu bir Yapon filosofu var. O deyil. Hə, əla. Çox gözəl, çox belə maarifləndirici sözlər deyirsiniz. Xanım, qane elədi sual. Bəli. Alqışlayaq xanımı. Xoş gəlmişsiniz. Siz salamlayıram hər birinizi. Adım Xan Hüseyndir. Nədir? Xan Hüseyn. Xan Hüseyn. Bəli. Rafael müəllimə belə bir sual vermək istəyirəm. Sizin bu qədər uğurlarınız var. Dünya karatesinin əfsanəsisiz. Sizin kimi idmançılar sayəsində ölkəmiz xaricdə tanınır. Məncə siz yaxşı bilərsiniz. Bizim tok çayniki qaynayanda atmır. Sizcə bu nədən ola bilər? Nəyin var? Mənim tok çaydanım var. Hə. Qaynayanda atmır. Bilmirəm niyə Hə, görədir. yəni birə qoysan ki, qızışsın, Olur, hə. Abi mən sənə salamlayıram. Olsa. Allah səndən razı olsun. Gözəl sual idi. O sual gözəl idi. Yəni mənə verdin də o sualı. Sən əvvəlcə məndən qabaq o çaynikdən soruş niyə atmır? Yox, soruşdum. Dedi ki, yəni dünya görmüş adamdan soruş. Ona görə biraz. O səni görübsə, o çaynik səni görübsə, o dünya görüb. Çox sağ olun. Sən də sağ ol. Sən nə bilirsən? Duran da ağzı üstdən bir dəşə. Yox. Əslində bu suala Əslində vermək kimi abi, bir... inan Allaha hörmətlə yanaşıram, amma mən burada çox səmimiyəm də. Nəinki burada hər verilişdə mən səmimiyəm. Heç bir problem yoxdur. Ürəyindən nə sual keçirsə ver, cavabını verəcəm. Amma bir dənə o çayniklə sən əlaqəyə gir, yəni soruş, sonra mən deyərəm. Əslində bura gələnə kimi çox dua oxudum ki, indi Rafael müəllimə şeyləmdir. Yox, sən birinci çayniklə əlaqəyə gir, Yox sonra. qardaşım, duaların qəbul olub, narahat olma. Yüngül qımışırsan elə bilə. Səsin tutulur Rafael müəllimin qarşısında. Doğru. Mən dedim də, nəsə bu çətin olacaq. Xahiş edirəm, bunu da göndərin qardaşın yanına hamama. Bir dənə kisəci. Yaxşı edirəm. Qane elədi cavab. Bəli, təbii ki, çox Sağ ol, sağ ol əzizim, sağ İnşallah ol. uğurlar davamı gəlsin. Allah razı Və olsun. onu da qeyd edim ki, dostlar, Rafaelin çox belə yumor hissi var, çox. Yəni Rafael elə zarafatlar eləyər ki, burada heç birimiz o zarafat eləyənmərik. Yerində eləyir də qardaşım, var olsun. Salam ilk öncə, ümid İlk edirəm öncə yaxşısınız. salam. Yaxşı. Rafael bəy, sizin Özünüzü təqdim eləyin Bir də zəhmət üzrsən olmasa. Onlar bizdə sual verir. Bir, Çox iki, sağ olun. getdi. Allah razı olsun. Buyurun. Xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram. Özünüzü təqdim eləyin. Ümid Xəlil. Əsəbləşirəm, qurban. Ümid Xəlil. Necə? Kim? Ümid Xəlil. Şair adıdır ya, Ümid Xəlil. Şeir demirsən? Xeyr. Meyxana. Xeyr. Kitablar oxuysan? Bəli. Hansı kitabları? Dostoyevski, Elxan Elatlı. Hardan gəlmisiniz? Dostoyevskidən necə gəlmişsiniz? Bakıda. 3 il bundan qabaq İspaniyadan. Amma çıxardın da bayram, mən məsələlərimi onları. Rafael. Mən Əlxana görə Rafaeldən üzr istəyirəm. Oo, parlamo İspanyola? Bəli. Sən İspaniyada nə işlə məşğul idin? Heç bir işlə məşğul deyildim, gəzməyə getmişdim. Nə işin var sən Həmişə İspaniyada? gəzməyə. Bildim də, deyirəm prosta gəzməyə getmişəm. Bir dənə. Mən də Moskvada olmuşam. Bir dənə, bax gələn həftə inşallah uçursan. Hə. Avropaya gedirsən. İtaliyaya uçuram. Mən də deyim ki, mən İtaliyada Yox, yaşamışam. bir dəqiqə deyən sən xeyir oldu. İspaniya harasında? Barcelona. Barcelona, Necə? Barcelona Real Madrid. Onda nə? Ha, Real Madrid klubda oynayır da, bir futbolist də bilmədin kimdir? Başa düşmürəm. Bax, şair adını məşğul eləyib. İspaniya deyirsən, deyir,
Gəl deyə nə görə getmirsən? Bu yaxınlarda Real Madridin prezident seçkiləri oldu. Səs verməyə getmişdi. Xeyr, prezident namizədi idi. Özdə Kataloniyaya. Doğrudan deyirsiniz. Aha Mbappe deyir bu. Sənə qurban olaram. Mbappe neysə artıq lavar nə olur? Baxın növbə dəyişmisən. Səncə Mbappesən? Yamal. Yamal? Yamal, görürsən? Yamal sana. Rafael bəy, sizin idmançı şöhrətiniz və gücünüz həm Azərbaycanda, həm də bütün dünyada məlumdur. Ancaq mənə maraqlıdır, məğlub edilməz Rafael Ağayevin çəkindiyi idmançı olub? Suala görə çox sağ ol. Çəkindiyim yox, ehtiyat elədiyim idmançı ola bilər. Ümumiyyətlə, mən rəqiblərimin çoxsundan ehtiyat edirəm. O deyirlər ki, bu təzə başlayıb karateyə, hamısına. Nicatdan da ehtiyat edirəm. Aysan. Yox, sözün əsl mənasında hər bir rəqibimə hörmət edirəm və belə qorxduğum belə bir şey olmayıb. Amma ehtiyat igidin yaraşığıdır. Həmişə ehtiyatlı olmalısan ki, çünki idman elə bir şeydir ki, ora çıxdınsa hər bir saniyə həm nakauta, həm knockdownta və hər bir saniyə döyüş çevrilə bilər. Ona görə son o səs gəlir ha, vaxtın bitməyən ana qədər biz ehtiyatlı oluruq. Biz deyəndə mən ehtiyatlı oluram. Bu qədər. Çox sağ olun, minnətdaram. Sağ olun. Və bəli, o an gəlib çatdı. Yəni istedad elə bir şeydir ki, görək istedad doğulasan. O fitri istedaddır. Mən bayaqdan görürəm ki, sağ tərəfim yanır, alışır. Mənə düzgün başa düşün. O yan. Bəli, bu istedaddır. Bax İlyas, qalx ayağa İlyas. İlyas xoş gəldin. Xoş gördük. İlyas çox istedaddır. İlyas, alaq sən ora, xahiş edirəm. Alqışlayaq, bir daha alqışlayaq İlyası. Bu insan istedad dolu bir insandır. Boy, buxum, yaraşıq. Hələ notaya bax, notaya bax. Bəli, bəli, musiqi. Bu adam musiqi ilə yaşayır, musiqi ilə yatır, musiqi ilə durur. Fikirlərim biz oldu, mən danışamıram, çox həyəcanlıyam, xahiş edirəm. Həmişə səhnələrdə olasan, həmişə var olasan. Allah köməyiniz olsun. Mən eşitdiyimə görə səni dünya ulduzlarına oxşadırlar. Dünya ulduzlarına... İlyas, otur, sonra söhbət eləyərik. Eşidirsən, Rəfay, günlər... Aha, zarafat edirəm, keç ora. Xahiş edirəm, deyəsən, səni hansı dünya ulduzuna oxşadırlar? Uşaq vaxtı mən Visilin deyirdilər. Kimə? Visilin. Uzaq sahillərdə aktyor var idi. Başa düşmədin, Vazilin deyirdilər. Uşaq vaxtı nə deyirdilər? Uzaq sahillərdə aktyor. Ha, aktyor. Sonra? Leonardo DiCaprio. Leonardo DiCaprio. Ama kimliyim abi? Uşaq vaxtımız oxşan kəndiydi. Mən belə başa düşdüm ki, uşaqlıqda səninlə belə necə lazımdır mırtdaşıblar. Zarafat ediblər. Deməli, İlyas bir mahnı oxumaq istəyir. Rafael bəy, mahnını sevirsiniz. Sevdiyiniz mahnı deyin oxusun. olsun, estrada olsun, nə bilim. Mən özüm yaraşdıram bir mahnını oxusam yaxşı olur. Mənim əsəblərim var. Hansı, başlasın, öyrənirəm mahnı keçə bilər. Retro mahnı olur. Qardaş tanınmışdı, bütün dünya onu tanıyır. Ürəyindən hansı musiqini istəyirsənsə, oxuma, elə ürəyində oxu. Ola, mikrofonsuz oxusam olar. Belə dur, mən elə bir oxumuşum. Mikrofonsuz oxusam olar da yəqin. Aslanlara sığmayan, uzaq gözlərimdə, adımlarım var. Aslanlara sığmayan, gözlərim var, şanım var. Qəhrəmanlar içində, belə qəhrəmanım var. Qəhrəmanlar içində, belə qəhrəmanım var. Davarım babəkə, davarım babəkə. Azərbaycan oluyam, Azərbaycan oluyam. Eşq olsun sənin kimi oğullara. Var ol. Var ol. Çox üzr istəyirəm, bayaqdan xanıma fikir verirəm. Hamı yemək yeyir, xanım yemir. Nəsə narahatsızlıq var. Sözün açığı dünəndən diyetaya başlamışam. Özüm biraz narahat hiss edirəm. Deyəsən şişkinlik biraz çox var məndə. Bax, uzun müddət diyeta saxlayan biri kimi demək istəyirəm ki, diyeta zamanı həzm sisteminin düzgün işləməsi çox vacibdir. Buna görə sizə Linux Forte lazımdır. Çünki Linux Forte faydalı bakteriyaların sayəsində şişkinlik hissini azaldır və həzm prosesini dəstəkləyir. Xüsusilə qidalanma rejimini dəyişənlər və antibiotik qəbul edən insanlar üçün
mütləq və mütləq faydalıdır. Və ən əsası Linux Forte Avropa keyfiyyətidir. Təşəkkürlər Linux Forte. Salamlayıram sizləri tamaşaçıları. Rafael bəy, vaxtilə sizin qazandığınız uğurlar mənim valideynlərimi təhrik elədi ki, mən karateyə yazılım. Mən yazıldım karateyə. Halbuki istəməsəm də, çünki mən karateyə heç cürə uyğun deyildim. Aktyor olmaq istəyirdim. Bir müddət sonra evdəkilər məndən Rafael Ağayev kimi olmağı istədi. Heç cürə izah eləyə bilmirdim ki, onlar dünyada bir dənədir və mən Rafael Ağayev ola bilmərəm. Bəli. Bir neçə il karateyə getdim. Təbii ki, məndən heç nə alınmadı. İndi sizə sualım budur ki, qardaş, mənim başıma bu nə oynaydı açdınız? Sizi salamlayıram. Valideynlərimizin qarşısında baş əyirəm, əllərindən öpürəm. Allah bütün valideynlərin canını sağ eləsin. Qaldı sizin, siz neçə karateyə getmişsiniz, sizin bir yaşa qədər heç nə olmuyor. Mən düşünürəm ki, bundan sonra da sizdən heç nə çıxmayacaq. Yox, aydındır. Mən bilirdim məndən onsuz da karatedə heç nə alınmayacaq. Abi, bilirsənsə elə vaxtında çıxmısan. Təşəkkür edirəm. Sağ olun, sağ olun. Mən bir də rubrika demək istəyirəm, Zümzümə. Evet. Orada mahnılar və ən sevdiyim rubrikadır. Orada mahnıları kim tapsa, bu səfər cəza yox, hədiyyə verəcəyik. Salam əleykum, xoş gəlmisiniz. Xoş gördük, buyurun. Başla da qardaş. Allah'a and olsun. Başla da, Qurana and olsun. Rak sığırsın. Vaxtımız yer həyatımızdan. Bir saxla. Necə, bir də eləyim? Necə? Saxla. Onda nəsə qırılır. Orxan Leşbatanın axırıncı məhkəməsi. Düzdür. Sən niyə görə? Sonra, qarafat eləmə. Orxan qardaşımızı salamlayıram bütün məktəbdə. Orxan Leşbatanın axırıncı konsertində təzə mahnısıdır. Elə alqışlayın da onu, mənə yox. Belə tez, belə sürət. Birini də zümzümə eləyim. Birini də. Mən yox, mən önce bəsdim. Ayıqan sən. Buyur. Tapdınız? Yox, özü üçün. Siz nə deyirsiniz? 50 cent. Qardaş, sən çətindir ya, bu bossdur ki, axıra saxlayaq səni. Özü heç başa düşmədi, o nə oxuyur? Əcəm? Deyən, nə? Niyə bir qardaş tapsın? Xaricidir, millidir, retrodur. Nədir bu? Bu elə sözlərin deyir, elə mahnı oxumuyor. Yox, mən özüm də bilmirəm. Hə, buyur. Belə müğənni olur. Rafael, bir fikrim var. Qaqa, mənə heç nə, qaqa. İnşallah sən mənə resepti yaz, sənin dərmanlar alacaq. Çox sağ ol. Bilmədim. Öpürəm, bəy. Sarı gəlin də, sarı gəlin. Sarı gəlin. O mahnı tapmamaq olmaz da. Halal. Hədiyyəmiz var Rafaela, belə tapdığına görə. Verilişimizin xüsusi sponsoru olan Halal Nemət Min Bərəkət, bəli, Səhyalı şirkətindən səbət var. Xahiş edirəm, alqışlayaq. Halal Nemət Min Bərəkət. Bunu gedəndə alasız, yoxsa oradan bizimdir bu? Yox, elə şey yox. Hamısı səndir. Gələn veriliş boşsa təzdən gəlir. Gələn üçün, təzə sözün çıxsından çəkir. Allah'ım, nasıl? Amma bir şey də var da, səndə var elə şey, hədiyyələr götürüb aparıb satırsan. Satmıram. And içərəm ki, satmıram. 15 gün ərzində bunu sata bilmərsən də, yəni orada bir şey. Narahat olma. Yiyəcəksən də. Məzələnsən, o sünaboy da yiyəcəm. Bəli, alqışlayaq. Halal Nemət Min Bərəkət, xahiş edirəm. Məşhur reper buradadır, bəli, Ərəbistandan gəlib. Ərəb reperi buradadır. Əhlə və səhlən bik. Salam Rafael bəy. Salam qardaş. Mən Əliyev Sadiq, sizə belə bir sualım var. Tofiq Musayev yenidən UFC döyüşünə çıxacaq. O sizi karatenin kombat yarışına hazırlamışdı. Bəs siz onu UFC-yə hazırlayacaqsınız? Əslində Tofiq bizim fəxrimizdir. Ona özü burada olmasa da, yəni ona həyatında və karyerasında uğurlar arzu edirəm. Biz eyni zalda məşq eləmişdik. Nəinki Tofiq, bütün uşaqlar bir yerdə məşq eləyəndə onlar öz bildiyi sirləri mənə öyrədirdilər. Baxmayaraq ki, mən karate üzrə dünyanın bir nömrəsiyəm, amma mən həmişə
öyrənməyə çalışmışam. Çünki öyrənmək heç vaxt ayıb deyil və bilmədiyim şeyləri, taktikaları, texnikaları zaten fiziki cəhətdən özüm hər şeyi bilməsəm də bir qədər bilirəm. Tofiq və bütün komanda çox sağ olsun mənə dəstək olublar. Mənə elə gəlir ki, mən Tofiqə bu yaşda həm o öz necə deyirlər, idmanında professionaldır. Mənim ona öyrədəcəyim şey ola bilməz. Mən belə düşünürəm. Mən ona ancaq dəstək ola bilərəm. Onun yanında ola bilərəm. Çəki salanda psixoloji dəstək, mən ona para dura bilərəm və yaxud sözün əsl mənasında professional idmançıdan söhbət gedirsə, orada özünə çox üzr istəyirəm ifadəmə görə, nəyisə özünə şey bilməməsən, ağır yük bilməməsən. Söhbət İminavoy Tofiqdən getmir. Əgər iki professional idmançı, mən belə görmüşəm və belə etmişik, bir-birimizin əlcəyini də götürməliyik, paltarını da yumalıyıq, bir-birimizin corabını da yumalıyıq, bir-birimizə dəstək olmalıyıq. Sözsüz ki, o döyüşəndə ona dəstək olacağıq, onun üçün dua eləyəcəyik. Nəinki Tofiq üçün, bütün Azərbaycan bayrağını qaldıran idmançılara biz həmişə dəstəyi, duacıyıq. Əgər biz bir-birimizin udmağına sevinə bilmiriksə, bizdə böyük problem var. Ona görə biz ürəkdən bütün idmançılarımıza dəstək olacağıq, Tofiq başda olmaq şərtindən. Hər kəsə uğurlar, içimən qarşı. Bu qədər. Amin. Çox sağ olun. Mən doğrudan da o görüntüləri görəndə bir Tofiqə dəstək, sən Tofiqə dəstək olun. Doğrudan belə qəribə oldum. Bu doğrudan da yaxşı hissədir. Yəni o ancaq Azərbaycanda belə ola bilərdi. Yəni iki idmançı digər idmançıya bu qədər dəstək, sevinir. Tofiq qardaşımızı da, dostumuzu da buradan salamlayırıq. O bizim verilişdə biz də salamlayırıq və ona uğurlar arzulayırıq və Tofiqi də alqışlayaq, xahiş edirəm. Xanım, xoş gəlmisiniz. Buyurun. Xoş gördük. Salamlayıram hər kəsi. Efir qarşısında oturan izləyicilərimizi də salamlayıram. Rafael bəyə bir dənə sualım var. Buyurun. Karatədə bu qədər cəld olan Rafael Ağayev həyatda nəyə gecikmisiniz? Həyatda demək olar ki, Rafael Ağayev gecikməyib. Hər şey öz yolundadır. Ailə var, uşaqlar var, atsam var. Ən böyük gecikməməmin səbəbi Azərbaycan xalqı məni sevir. Məni onlar necə sevirsə, mən də onları sevirəm. Həm belə sevirəm, həm döyüşlərimlə qalib gəlib onları özümü sevdirirəm. Hələ ki, heç nəyə gecikməmişəm. Patoloqu uşaq vaxtı avtobusa gecikə bilərəm, belə, başqa heç nə. Həqiqətən də çox sevilirsiniz. Biz də yaxından gördük, tanış olduq, çox-çox şad olduq. Uğurlarınız bol-bol olsun inşallah. Çox sağ olun, sizin kimi oğlanlarımız daha çox olsun. Var olasınız və onu da qeyd edim ki, Rafael bəy dünya şöhrətli idmançıdır. Alqışlayaq, çox sağ olun. Çox təşəkkür edirəm, çox sağ olun. Bayaqdan görürəm, hamı iştahla, təamlardan dadır. Pizzalar var burada, krevetlər var. Bir çox çeşidləri var və Irish'a öz təşəkkürümü bildirirəm. Bizə bu Irish by Hollywood'a bizə bu şəraiti yaradır. Irish by Hollywood! Bəli, gəldik, çıxdıq verilişimizin sonuna. Və sonda səs vermə. Səmimiyyət faizinin ölçülməsi. Zəhmət olmasa, kim düşünürsə, Rafael qeyri-səmimidir, qırmızı işarələri, səmimi idisə göy işarələri qaldırsın. Buyurun. Təbii ki, uduzmuşuq. Allah'ım öpürəm də. Tam səmimi. Alqışlar! Bəli! Artıq ikinci dəfədir ki, Rafael bu verilişdədir. İkinci dəfədir qalib gəlir. İkinci dəfə şot versin. Unibank'ın post terminalı xahiş edirəm. Bizim baş sponsorumuz Unibank'ın post terminalı. Mən də verə bilərəm, amma məndə də var Unibank'ın kartı. Doğrudan? Tabii, orada var da. Ya, bilirəm, sənə hədiyyə verdik, amma mən istəyirəm ki... Qalib gəlmirsən də. Gətirin hesabı. Bizim baş sponsorumuz Unibank. Post terminalı gəlsin, xahiş edirəm. Unibank'ın post terminalı. Xahiş edirəm. Və bir şey də qeyd edeyim ki, dostlar, mən dünəndən 3 gündür, bəli, artıq xərclər edirəm. Əli xan, kartımda pul yoxdur. Rəhbərlik buradadır, xahiş edirəm. Əliyar bəy buradadır. Bay Hollywood, bəli, Arif mikrofonu gətirin zəhmət olmasa. Əliyar bəy təqdim eləyə bura, xahiş edirəm. Ona bir kəmə sözüm var. Alqışlayaq. Xoş gəlmişsiniz. Salam aleyküm. Bəyim, salam. Necəsən? Nə var, nə öyrətdin? Bax, bizdə bu qədər hesab var. Görürsən ki, 1000-dən çoxdur da. Mən açıqlama verirəm. Buyur. 1270 manat burada hesab var. Mənim də kartımda pul yoxdur. Bu da ömrü bu hesab verməyib. Rafael də qonaqda istəmir hesab versin. Mən geyirəm, işim var. Necə eləyək? Qonağımızsınız.
Bir dənə də xahiş edirəm. Qonağımızsınız. Bəli, qonağım, bəli, qonağım. Sağ olsun. Əliyar qardaşım. Əliyar qardaşın nömrəsini götürə bilər. 211. Narahat olma, bax. Südlərə deyərəm. Çox sağ ol, var ol. Doğrudan sənə təşəkkür bildiririk ki, belə bir şərait yaradırsan bizə. Təamlar, yeməklər, hər bir şey yüksək səviyyədə, personal. Sağ olun. Irish by Hollywood. Eşq olsun. Buyurun. Mən istəyərdim ki, bax, biz artıq neçənci verilişi çəkirik. Bəli. Və tamaşaçılar hər dəfə eşidir Irish Pub, Hollywood, amma heç vaxt üzünü görməyiblər və nəhayət Əliyar buradadır. Bizim tamaşaçılara, izləyicilərə nə demək istəsə, buyur, ürək sözlərimi dinlə. Bizim veriliş haqqında nə bilim, öz fikirlərin ola bilər. İlk növbədə hamını salamlayıram və verilişin təşkilatçılığına və rəhbərliyə dərin təşəkkürümü bildirirəm. Minnətdaram hamımıza. Var olun. Sağ ol. Sağ ol. Sağ ol. Çox sağ ol Əliyar bəy. Və görürsən, hesab vermədik. Hesab vermədik, qabağa yüngülük eləmə. Verilişimiz başa çatır. Sağ olsun Rafael gəldi. Doğrudan da maraqlı veriliş oldu həmişə kimi. Rafael varsa orada, Rafael demişəm. Rafaelin çox böyük bir yumor hissi var. Və enerjisi. Enerjisi var. Geç-tez kinoya çəkiləcəm də. Olmadı ki. Hələlik deyirik, sağollaşmırıq. Gələn verilişlərə dək. Bəli, şərh bölməsində yazırsınız, qonağı kim istəyirsinizsə dəvət eləyək və yenə də sizin qarşınıza çıxaq. Sağ olun, salamat qalın. You are the only one. My heart is blue. My heart is blue for you.